Barmaqlarımız içərisində ən vacib olan barmağımız orta barmaqdır. Bu günləri orta barmaqla əlaqəli danışmaq istəyirəm. Ona görə ki, orta barmaq ruhdur, dünyavilidir. Yəni ki, eyni zamanda maddiyyətə insanın baxış açısını da buradan görmək olur. Yəni bundan əlavə olaraq yemə, içmə, gəzmə, əylənmə və s. və ilaxır bu məsələləri də gördüyümüz yer orta barmaqdır. Orta barmaq ümumiyyətlə belə deyək, dünyavilidir və burada bu insanın maddiyyətə nə qədər düşkün olmadığını və yaxud da hansı yaşlarda maddiyyətə düşkün olmadığını da gördüyümüz yer də orta barmaqdır. Sağlamlıq analizləri vaxtı da ilk baxdığım yer orta barmaqdır. Ona görə ki, orta barmaq onurğanı təmsil edir. Boyun ağrılardır, bel ağrılardır, sümük ağrılardır. Bundan əlavə olaraq mədə və bağırsaqlarla qalın bağırsaq, incə bağırsaq və hətta kişi problemlərini də gördüyümüz yer orta barmaqdır. Orta barmaqda o qədər məlumat var ki, saymaqla bitmək olmur ki, olmur. Və tədavi metodunda da ən vacib, ən əsas nöqtələr də diaqnozun düzgün qoyulmasıdır.